Azerbaijan. Caspian Sea. Hayat. Hayat. Yes. Nice to meet you, Amilaria. Me too. Məhz bu xoş qarşılama ilə mənim ilk marafonum başlanır. Əbədi şəhər Romada qaçış nömrəmi və zəruri ləvazimatları götürüb yarış gününə hazırlanıram. Dünyanın ən müxtəlif ölkələrindən 50 minə yaxın insanın qatıldığı marafon Romanın görməli, gəzməli məkanlarından keçir. Marafon qaçma arzusunu reallaşdırmaq üçün həmkarım, üzvü olduğum Bakı Marafon Klubunun yaradıcısı Firdovsi Kərimov da mənə yaxından dəstək olur. Yol boyu kilometrləri dəf edərək Romada sanki Vivaldinin 4 mövsümünü yaşayırıq. Yağış, külək, soyuq və isti. Azarkeşlərin və musiqiçilərin dəstəyi ilə biz hədəfə doğru dayanmadan irəliləyirik. Yaşlı, cavan, təcrübəli və həvəskar. Qaçanlar arasında hər cür iştirakçıya rast gəlmək olur. Bir atanın görmə məhdudiyyəti olan qızı ilə qaçması və ona dəstək olması sözsüz bu tipli yarışların ən gözəl səhnələrindən biridir. Kilometrlər artdıkca biz də bir qədər yoruluruq. Milli rəqslərimizi və musiqimizi ifa edərək özümüzü ruhlandırıb yarışa tam sürətlə davam edirik. Və nəhayət 42,2 kilometr sonra finiş xətti. 5 saatlıq qaçışdan sonra sanki bütün əziyyətlər yaddan çıxır. Ağlımızda yalnız bir məqsəd olur. Marafonu məhz bayrağımızla başa vuraq. Əvvəllər bu idman növü haqqında xəbərlər yazırdım. İndi isə ölkəmin ilk marafon qaçan jurnalisti oldum. Romadan sonra marafon qaçmaq istəyi məni Zaqrebedə aparır. Avropanın bu iki şəhərində marafon qaçaraq mən artıq yeni hədəfimi müəyyən edirəm. Bakı marafonu. Bu məni 2 qat qürurlandırır. Çünki artıq öz doğma vətənimdə yarışa qatılacağam. İlk dəfədir ki, qaçış həvəskarları Bakıda tam marafon məsafəsini qaçacaqlar. Artıq son hazırlıqlar başa çatır və Bakı dünyanın ən müxtəlif ölkələrindən gələn marafon sevərləri qarşılamağa hazırdır. Biz də həmkarlarımızla bu müddət ərzində hazırlıq qaçışları etdik. Müxtəlif peşə sahibləri olan həmkarlarım bu marafon bayramının iştirakçısı olmaq üçün aylarla məşq edib. Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, marafon sadəcə böyük məsafə deyil, iradənin ölçüsüdür. Səbrin və intizamın imtahanıdır. Sən marafon qaçarkən yenidən öz gücünü kəşf edirsən. Hər bir marafonçu kimi mən də aylar, günlər əvvəlcə xəyalımda finiş xəttini keçirəm və məhz bu an sənin özünə inamın artır. Öz gücünüzə inanın və hədəfə doğru qaçın. Qoy Bakı marafonunda elə sizin ilk və ən yadda qalan hədəfiniz qələbəniz olsun.